Fobiyam əslində yoxdur. Mən hörümçəklərdən qorxuram, amma ki elə belə hörümçək yoxdur, yəni incə hörümçək yox. Bilirsiniz nətər? Böyük hörümçək də yox, tarantula zatdan qorxmuram. Yəni bir dənə öldürəcəm ki, çıxıb gedəcək də. Əsl bilirsiniz nə hörümçəkdən qorxun? O dıngılı belə bu boyda hörümçək var, ondan qorxun siz. Az özdə ki bilirsiniz mən niyə çox qorxuram? Çünki mən gecə ağzı açıq yatan insanam, belə yatan insanam, yəni ona görə yəni qorxuram gecənin ikisində, üçündə falan, yəni burnuma birdən girər, belə deyə nəfəs çəkəndə burnuma girər, nə bilim ağzıma girər, içimə nəfəs çəkəndə qulağıma girib beynimi kontrol eləyər deyə qorxuram. İlk, yenə burada da bir dənə ilk yazalımız var. Özdə ki bu şey nədir, profil şəkli nədir, hara getsəm mənim qabağıma çıxır bu. Dostlar, bu nəyin profil şəklidir, bu nə anlatmağa çalışır bu profil şəkli? Nədir yəni bu belə? Bir dənə dıngılı xət var. Azələ xatirəm əlimə düzünü deyirmiş. Bilgisayarım varsa, laptopun zadım varsa, darısı başına. Dedim sən də oxu, haralısan? Azərbaycanlıyam, erməni olmağa ehtiyacım var Azərbaycanlı danışmaq üçün. Görmürsən mən hansı dildə danışıram? Çıxdı günəş doğdu cəhənnəm. İlan qoyub adını. Gecə TikToka baxırdım, qabağıma bu qız çıxdı. Yuxum qaçdı qorxudan. Üzürlü sayın sizə gecənin ikisində, üçündə filan sizə jumpscare yedətib sizin yuxunuzu qaçırdığım üçün. Bay 13. Dostunun başına tapanca tutsaydılar son sözün nə olardı? O tapanca soxon... Yox, amma zarafat mənasında olmasaydı, yəni həqiqi silah olsaydı, mən o adamın belə boynuna bir dənə dirsəklə cat deyə bir dənə vurub, silahımı başına tutardım, öldürərdim. Prosto indi dost ola da, yəni elə belə adam olmaya, dost ola ki, gərək mən onu xilas edeyim. Yoxsa neymədir ki? Yazmıram sonra, yazmırsan onda mənə engəlli istəmirəmsə. Ay Allah, manifest fanı da özdə killidir yazıb adını qoyub ora. Manifest fanı 4K, nə bilim, ulduz, ay, Lidyuv. TikTokerləman, xahiş edirəm, o deyiləm. Baxdım həyatım. Baxdıysan sualını yaz da. Görünməz olsaydın etdiyin ilk iş nə olardı? Başqa sual tapanmadım, ilk ağlıma bu gəldi. Görünməz olsaydım dünyadakı ən yaraşıqlı celebrity crushlarımın telefonlarını falan qarışdırıb onların telefonlarını oxuyardım. Hə, bir də soyunma odasında baxardım onlara. Ya ne var ya? Justin Bieber'ın kaslarını görmek falan suç mu? Canlı görmek istemek. Allah Allah. David bu sen? Yox deyiləm. Burcun nədir? Tərəzi. İlkin qaqa sənsən? Yox. Ən qorxduğun hadisə nə olubdu? Deməzdim, baxdım. Ən qorxduğum hadisəni dedim mən. Ay Allah, yenə 4 dənə yorum gəldi, bir yanın görün. Tərbiyəsizdir. Sən niyə həmişə öz ampulanda olan cavab olaraq kreativ cavab zəhmət olmasa? Mən başa düşmərəm, bu nə demək? Dam ustası. Dam ustası, xahiş edirəm, mənə bir dənə cavab yaza bilərsən deyəmdən. Bu nə sualdır, başa düşmərəm. Bu nə demək istəyir dostlar? Bu hansı dildir? Kürt dilidir bu. Sən niyə həmişə öz ampulanda olsan cavab olaraq kreativ cavab zəhmət olmasa belə əl tutuşma şəkli şeyliyibdir? Başmıram dostlar, bu nə yazıbdır? Dostlar, öz ampulanda mən nə vaxt varlanacağım? Xahiş edirəm, cavab verin. Ay bala, bura sənin üçün fal hesabı zat deyil, mən fal baxmıram sənin mamam kimi. Yaxşı. Çəkəcəm. Quran haqqı, məndən belə stikerlər eləyir sizə. Mən xəcalət çəkirəm yəni o an. Çox utanıram belə öz stikerlarımdan. Mənim stikerlarım falan var, siz eləmişsiniz. Qoymuşsunuz bura. Video gəlmədi. Axı, bir sən bilin, nə?
Ən sevdiyin rəng nədir? Bu mən dedim. Dedən sən dedə. Məndən stiker eləməyin də, xahiş edirəm. Məndən stiker eləməyin də, nə olar? Nə olar, məndən stiker eləməyin. Bura baxıram. Nöqtə. Nöqtə qılanda özünü nəzərləyirsən belə. Çoxsa böyük poxsan. Göydə göy quşağı, yerdə də ki mən. Beni prenses peri sanıyor. Ne hata yapsam deli sanıyor. Mitolojiden beri sanıyor. Neçə yaşım var? Har alsan adımı çəksən sevinərəm, solmaz. Mıhımı dı-ı-o-o-va. Adımı çəkirəm, sonra mənə burada diss atmayın, mənə burada gic yorumlar yazmayın deyə. Səncə bığlarım üçün ip yaxşıdır ya lazer? Hansı məsləhətdir? Valla, Şairə xanım Peşəyeva, sizi heç tanıyıb zad eləmirəm. Valla, amma bunu deyə bilərəm ki, Ləmanın məktəbi yazan xalaşqalardan 1000 qat daha yaxşıdır bu yorum. Şairə xanım. Çox üzürlü sayın, amma ki, mən sizi tanımıram, eləmirəm. Amma ki, mənə görə lazer daha yaxşıdır. Prostadakı qaraldır. Ona görə ip. Amma mənə görə lazer yaxşıdır, çünki mənim onsuz da hər yerim qaradır. Da Allah qara yaradıb, da şokolad yaradıb, nə qayrım. Süd olum sizə görə burada. Ağ kaşar peyniri olum. Haraldısan Türkiyalı. Özə Türk yazmıyor, bu Türkiyalı. Bax bir. Turistəm, hə. Yəni bu tipəqə baxanda Azərbaycanlı olduğumu olduqca bilinir deyə zənn eləyirəm mən. Belə salamatçılıqdır, bəli salamatçılıqdır. Yəni Allah verir, biz yeyirik, yəni nədir? Hara baxın bacı? Sifətimə bax, ekrana bax, baxmalıq yer var bacı. Humay 44. Ən sevdiyin ünlü kimdir? Səncə Tokyo Hotel'in üyələri Justin Bieber, Lady Gaga. İndi nəsə? İndi onları zadı boş verin. Royal Gaga sən bir aydır yoxsan ortalıqda. Yox, o deyiləm. Mən belə, nə bilim, filan Gaga sənsən, filan brat sənsən, zad yazırsınız, kişilər. Heç gülməli deyilsiz. Sizdə 2 dənə orada şey eləyən pikmi qız var, heç onların da başı çatmır. Mənə satanlar. K-pop dinləyirsən? Yox, amma ki əvvəllər dinləmişəm, Stray Kids fanı olmuşam, nə bilim. 6 illik Blackpink fanı idim mən, 6 illik. Biyasımdakı Jisoo'ydu. 6 illik Blackpink fanlığını bıraxdım, mən indi 2 ildir ki şeyəm. Tokyo Hotel fanıyam, nə bilim, Justin Bieber fanıyam. 6 illik K-pop fanı olmuşam, yəni, onu düşün. Sən qarasan, yoxsa, heç özüm də bilmirəm, amma sizə bir şey deyim. Cappuccino'nun üstündə o şey var, ağla qəhvəyi. Qəhvəyinin biraz daha qara tonuyam. Amma həqiqətdə daha net görsəndiyim üçün, yəni bunu sizə ancaq bu mənada deyə bilərəm ki, onun içinə biraz qara boya qatsan, heç bu mənəm, yəni. Çəkəcəyəm. Sual yazmaq olardı, amma bura baxışını kaş deməzdim. Baxdım, sualım yaddan çıxdı. Yaz indi. İndi yaz. İndi bu dəqiqə yazırsan. İndi yaz. Yaz. Bura baxa bilərsən, yox baxa bilmərəm. Manifest dinləyirsən, yoxsa öz milli mahnılarımızı? Manifest dinlədiyimi kimdir? Manifestdən zəhləm gedir, belə. Mənə qız qrupları zat deməyin də, nə olar, xahiş edirəm. Mənim musiqi zövqümə qarışmayın. Burada mənim musiqi zövqümə zadma şey eləyənlər var. Mənim musiqi zövqümə zadma qarışmayın. O qızlardan zəhləm gedir. O qızlardan həqiqətən zəhləm gedir. Öz milli mahnılarımızı da yəni qulaq asmıram mən. Qulaq asmıram.
Azmər Şakiranın La Tortura mahnısına qulaqlarım qanayana kimi qulaq asan adamam. Bizim mahnılarımızda nə var? Bizim mahnılarımızda nə var? Düşük şeylər eləyirik. Bizim mahnılarımızda nə var ki bu qədər? Tərifləməyə nə var ki bizim bu mahnılarımızda? Haçan başlayırsan? Nəyə başlayıram? Ay əmi, Vüsal əmi. Ay Allah'ım. Vüsal əmi səndən zəhləm gedir o qaşlarına da. Ay. Nəyə başlayıram? Başuş mənim dostlar. Nə deməyə çalışır? Vüsal əmi. Əmi. Nə deməyə çalışırsan? Harada yaşırsan? Avropada yaşayıram. Hansı ölkələrə getmək istəyirsən və hansıları gedinsən? Yəqin ki, gedibsən demək istəyir. Mən ən çox Parisə getmək istəyirəm, Almaniyaya getmək istəyirəm, Taylanda getmək istəyirəm. Başqa indi başqa bir videom olsa sizə indi deyərəm. Başqa bir videom olsa deyərəm yəni, niyə mən sizdən gizlənirəm. Hə, neçədə oxuyur? Rıza, ürək. Ürəyin dalında ürək olana bir dənə ürək emojisi var. Onu qoyubdu. Ötəki xahiş edirəm, mən neçədə oxuyursan və neçə yaşım var kimi belə temel suallar verməyin. Çünki mən hani bunları cavablandırmaqdan yəni bezirəm. Bilirsiniz niyə? Çünki hani hamı indi o sualı soruşacaq. Hamı indi o sualı soruşacaqdır. Yəni sən bunu yazıb indi burada niyə yer doldurursan ki? Buradayıq da yetim, yaxşı yetim. Böyüyəndə nə olmaq istəyirsən? Varlı Avropalı yaraşıqlı bir dənə kişiyə qaçmaq istəyirəm. Nə eləməliyəm mən? Nə eləməliyəm? Bizim qədər qaçmalıyam. Böyüyəndə nə olmaq istəyirsən? Belə 1 milyon olsa nə eləyərdin? ChatGPT-yə yazardım ki, mən varlıyam. İndi nə almaq lazımdır? ChatGPT, 1 milyon dolarım oldu, nə almalıyam? Oh my gosh. Yo, birinci anıma deyərəm, sonra ChatGPT-yə deyərəm. ChatGPT, 1 milyon dolarım var, nə eləmək lazımdır? Çək, bürcün nədir? Azərbaycan harasındasan? Azərbaycanda olduğumu kim dedi ki? Mən Avropadayam. Bu komende elə qızlar olur deyəsən. Ayda bu əmi mənim dalımdan əl çəkmir də deyirəm. Şəmkir əmi məndən əl çək. Bloklayacağım səni. Gözləyin səni. Influencer ol da nə olar? Google'dan 16 dənə hesab açıb məni takip eləmək nə çətin işdir ki, mən influencer oldum. Niyə? Çünki mənim keyfim belə istəyir. Adın nədir? Mənim adım, mən Rio deyə çağırın siz. Rio yox. Rio. Mən Rio deyə çağırın. Mənim əsl adım amma nəzakət üçün mən Rio deyə çağırın. Neçə yaşların var deyə oxudum. Ən sevdiyin Tokyo Hotel karakterin hansıdır? Ən sevdiyin Tokyo Hotel karakterin hansıdır? Oyundayıq biz, həqiqətə dala qayıdıq. PUBG oynamaqdan şeyinləyənmirsən. Tamam yani, ben de Tokyo Hotel fanıyım da. İnsan bir üyeleri der, bir insanları der. Grubun içindeki insanlar der. Yani karakterin ne deməkdir, onu başa düşmədim. Bil də əlbəttə ki. Gözümün qaralığından başa düşmürsən ki, mən ən çox Bili sevirəm. Bürcün nədir? Dedim özə temel suallar soruşmayın. Hansı məktəbdə oxuyursan? Bir dənə Rus özəl məktəbi var, orada oxuyuram. Niyə Azərbaycan dilində danışırsan? Çünki mənim keyfim belə istəyir. Celebrity crush var, az listesi var. Həqiqətən bu arada listesi var. Baxın. Burada bilmirəm, dəftərin axırına yazmışam. Burada mənim 2 dənə dəftərim var, 2 dənə. Baxın, bilmirəm, buna mı yazmışam? Sizə bir şey deyim. Əgər ki bu video 10.000 like gəlsə, mən Celebrity Crush listemi göstərəcəm.